Allah Teala Quran-ı Kərimdə Əl-İmran surəsində buyurur ki: "Əllezine yunfiquna fis-sarra'i və-darra vel-kaziminəl-ğayz vel-afina anin-nas." O kəslər ki, öz mallarını həm bolluqda, həm də qıtlıqda Allah üçün xərcləyirlər. "Vel-kaziminəl-ğayz" qəzəblərini boğurlar. "Vel-afina anin-nas" insanları əfv eləyirlər. "Vallahu yuhibbul muhsinin" Allah da ihsan eləyənləri sevir. Baxın, 3 dənə şey dedi. Allah yolunda xərcləmək hər bir halda. İstər olanda, yəni çox olanda, istər az olanda. Və qəzəbli boğmaq 2, həmçinin bağışlamaq. Bu 3 dənə məsələdən sonra Allah Teala nə dedi? Yaxşılıq eləyənləri sevir. Deməli, bunlar nə əməllərdir? Yaxşı əməllər. Əli radiyallahu oğlu, Hüseyin radiyallahu, bu da xurafat deyil, həqiqətdir. Və dində uydurmalara yol verilmir. Və həmçinin Həsənin, Əlinin, Fatimə radiyallahu anhənin və ya Əhl-i Beytdən başqalarının onların fəzilətini bildirmək üçün nəysə uydurub onları fəzilətli eləməyə heç bir ehtiyac yoxdur, qardaş. Elə həqiqi fəzilətləri onların Allah qatında dəyərinin nə qədər ucu olmasını bizə göstərir. Gəlir ki, Hüseyin radiyallahu xidmətçisi var idi, cariyə. Bir qabda su gətirir ona. Fikir verin, bir qabda su gətirir. Və gətirəndə qab düşür yerə, sınır. Və o qabın parçası isabət eləyir Hüseyin radiyallahu üzünə. Və üzü necə deyərlər? Cızılır. Və dərhal baxır cariyənin üzünə. Qadının üzünə baxır. O da quldur. Cariyə deyir ki, Allah Teala Quran-ı Kərimdə deyir ki, "Vel-kaziminəl-ğayz" qəzəblərini boğanlar. Hüseyin deyir ki, radiyallahu qəzəbini boğdum. Cariyə deyir ki, "Vel-afina anin-nas" Allah Teala deyir ki, insanları bağışlayarlar. Deyir ki, əfv elədim səni. Deyir ki, "Vallahu yuhibbul muhsinin" Allah yaxşı iş görənləri sevir. Deyir, səni Allah üçün azad elədim, ged rahat yaşa. Bax, radiyallahu əməlinə. Hüseyin babudur. Allah Teala'nın ayəsini yaşadı. Və bugün sənə ayə, hədis deyilir, sən deyirsən ki, elə deyil, belədir və yaxud da sizi aldadıblar. Baxçınla əxlaqa, necə Allahla, Allahın ayələri ilə, Allahın qulları ilə, necə ihsanla davranırdı. Allah Teala hamısından razı olsun.